Vaz 2108 SSR-nin əfsanəvi ön çəkilişli avtomobili. Bu avtomobil SSR avtomobil sənayesində böyük dəyişiklik yaratmışdı. Ön çəkiş sistemi, idman üslublu görünüşü və sadə quruluşu ilə uzun illər sürücülərin sevimlisinə çevrilmişdi. İlk dəfə 1984-cü ildə istehsal olunmağa başladı. Avtomobil Avto Vaz zavodunda hazırlanırdı. Bu model SSR üçün çox mühüm idi. Çünki əvvəlki Lada modellərinin əksəriyyəti arxa çəkilişli idi. 08 isə ön çəkilişi ilə müasir Sovet avtomobillərindən biri hesab olunurdu. Xarici mütəxəssislərin köməyi ilə hazırlanmışdı. Belə ki, layihənin hazırlanmasında məşhur Alman şirkəti Porsche mühəndisləri də iştirak etmişdilər. Ən məşhur mühərrik variantları 1.1, 1.3, 1.5 kub santimetr idi. 5 pilləli mexaniki sürətlər qutusu maksimum sürəti 150-160 km/s saata çatdırırdı. Sadə və ucuz təmir bu xüsusiyyətlərinə görə avtomobili Sovet ölkələrində çox populyar edirdi. Vaz 2108 iki qapılı hatchback kuzaya malik idi. Onun əsas dizayn xüsusiyyətləri kəskin bucaq Sovet dizaynı, yüngül kuza, idman üslubuna yaxın görünüş, bu səbəbdən avtomobili gənclər arasında məşhurlaşdırırdı. Sadə konstruksiyalı, ehtiyat hissələrinin ucuz olması, təmirinin asan olması, yüksək keçicilik qabiliyyəti avtomobilin əsas üstünlüklərindən idi. Bununla yanaşı paslanmaya meyilli kuza, zəif səs izolyasiyası, müasir avtomobillərlə müqayisədə komfortun aşağı olması maşının zəif tərəflərindən idi. 2108 qərb ölkələrində Lada Samara adı ilə satılırdı. Avropada SSR istehsalı olan ən məşhur avtomobillərindən birinə çevrilmişdi. Sadəliyi, ucuzluğu və dözümlülüyü ilə uzun illər sürücülərin yaddaşında qalan avtomobillərdən biri idi. Səssiz avtomobil haqqında nə düşünürsünüz? Fikirlərinizi şərhdə yazmağı unutmayın.